Bir nəfər deyir ki, mən Peyğəmbərin hədislərini yazırdım. Bir nəfər ki, adını çəkməyəcəm, gəldi mənə yaxınlaşdı Peyğəmbərin həyatında, sağlığında. Dedi ki, bundan sonra hünərim var, hədis yaz. Deyir, onun qorxusundan yazmadım. Deyir, Peyğəmbər vəfat eləyəndən sonra bütün hədisləri yandırırdılar. İmam Baqirin dövrünə qədər qalə Rasulullah demək cinayət idi. İmam Baqirin dövrünə qədər. Peyğəmbər belə buyurdu demək cinayət idi. Səni öldürə də bilərdilər bu şeyə görə. Bu İslamın tarixidir. Peyğəmbərdən sonra. Niyə görə? Çünki qalə Rasulullah bunların meyillərinin qabağını alırdı. Bunlar görürdülər qalə Rasulullahın içində nə qədər Əhl-i Beytin şənində həqiqəti tərif edən hədislər var. Onların hamısının kökünü kəsmək üçün nə qədəsini oda atıb yandırtdırırdılar. Ki, rahat təhrif eləyə bilsinlər. 12 imam canlarını bu yolda sipər elədilər ki, din təhrif olunmasın. İndi görün imamların qatili kimlərdir? Nəfsani istəklərinə uyanlar. İmamların qatili həvai nəfsdir. Nəfsin çirkinliyini bilin. Bir dəfə Qarbaçov demişdi ki, bizim əsas böyük səhvimiz bu oldu ki, biz dini inkar elədik, Sovetin əsas səhvi bu oldu. Elə bilməyin, onlar dinini sevməyə başlayıb. Onlar səhvlərini etiraf edir. Bunu demək istəyir ki, nə işimiz vardı? Dini vururduq. Dini təhrif eləyərdi, özümüzə xidmətçi eləyərdi. Necə Amerika eləyir, qərb dövlətlər eləyir. Onlar daha zirəyindi. Biz ağılsızlıq elədik ki, dinlə üzbəüz savaşdıq. Ağlımız olsaydı, dini təhrif eləyərdi, dəyişərdi, deyərdi ki, qalsın. Bizim əlimizdə oyuncaq olsun. Ən gözəl yol dinin təhrif olunmasıdır onlar üçün. Din daxilində isə dini təhrif eləyən sizin, mənim kimi dindarlardır. Bunun yeganə əlacı nəfslə mübarizədir. Nəfsinizi cilovlamasaz, dini düşüncənizə təsir qoyacaq. Bu qaçılmaz bir şeydir. Həqiqətləri başa düşməyəcəksiniz. Ürəyiniz istəyən kimi başa düşəcəksiniz. Bu qaçılmaz bir şeydir. Həmişə bu Ramazan ayında dua eləyin ki, ilahi, mənim şərrimdən dinimi qoru. Və bu duanı eləyin. Mənim şərrimdən qoru. Mənim nəfsimin şərrindən qoru. Özünüzə qarşı tələbkar olun ki, din təhrif eləyənlərdən olmayasınız. Əli əleyhissalam buyurur ki, la təkum mimmən. Yadınızdadır, bu hədisləri oxumuşdum. Deyəsən, 100 neçənci hikmətidir Nəsir Bəlağanın. O kəslərdən olma, la təkum mimmən. Yərcül axirətə bi qeyri əməl və yürəccid təvbətə bi tulil əməl. O kəslərdən olma ki, axirət istəyir, əməl eləmir. Tövbəni təxirə salır uzun arzularla. Onun içində bir söz var. Onun içində bir söz var. Buyurur ki, özünün başqalarının kiçik günahını bağışlanması hesab eləyir. Özünün böyük günahını bağışlanmalı sayır. O belələrdən olmayın. Başqalarının xırda bir işini o qədər böyüdür ki, bunu bağışlamaq olmaz. Özü böyük işlər görür, günahlar eləyir, amma öz-özünə bəraət qazandır. Özünüzə qarşı tələbkar olun, heç vaxt ziyan eləməzsiniz. Heç vaxt bundan peşman olmazsınız.